Sabiq hərbi maliyyə rəisinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Air xəbər APA-za istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə mənimsəmə ittihamı ilə həbs edilən sabiq maliyyə xidmət rəisi kapitan Vahid Novruzlunun məhkəmə prosesi davam edir. Bugün Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hakim Fikrət Əliyevin sədrliyi ilə təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilib. Vəkili Nəsib Niftəliyev isə Vahid Novruzlunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatət qaldırıb. O müvəkkilinin ölkə xaricində olduğu halda istintaq barədə məlumat aldıqdan sonra könüllü olaraq geri qayıtdığını və istintaqdan yayınmaq niyyətinin olmadığını bildirib. Həmçinin onun himayəsində 2 azyaşlı övladının olması da məhkəməyə əsas arqument kimi təqdim edilib. Təqsirləndirilən şəxs qalan məbləği ödəməyə hazır olduğunu desə də, məhkəmə müşavirə edərək vəsatətin təmin edilməməsi qərarına gəlib. Daha sonra məhkəmə istintaqı başlayıb və ittiham aktı elan edilib. İttihama əsasən Vahid Novruzlu xidmət etdiyi dövr ərzində bir neçə hərbi hissədə maliyyə idarəsində çalışıb və əmək haqqı ödənişləri, vergi hesabatları kimi vəzifələri icra edib. Lakin o, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovla birlikdə 848 min manatdan çox vəsaiti müxtəlif hesablar vasitəsilə mənimsəməklə ittiham olunur. Bundan əlavə 381 min manat məbləğində vəsaiti özünün və digər şəxslərin plastik kart hesablarına köçürərək mənimsədiyini bildirir. Təqsirləndirilən şəxs ittihamların bir hissəsini qəbul edərək yalnız göstərişləri icra etdiyini qeyd edib. Ona qarşı irəli sürülən digər ittihamlardan biri isə hərbi hissəni icazəsiz tərk etməsidir. Məhkəmə prosesinin növbəti iclası aprelin 4-də keçiriləcək. Qeyd edək ki, bu iş Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı istintaq çərçivəsində araşdırılan epizodlardan biridir. Vahid Novruzluya qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittihamlar irəli sürülüb və hazırda istintaq davam edir. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.